Narın Azərbaycan mədəniyyətində xüsusi yeri var, çünki məhz nar meyvəsi ölkəmizin milli simvoluna çevrilib. Azərbaycan bugün nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Hazırda Respublikada çəhrayı gülöşə, bala mürsəl, Azərbaycan gülöşəsi, nazik qabıq, vələs kimi sortlar becərilir. Mövsümün başlamasına hələ 10 gün qalmasına baxmayaraq, artıq piştaxtaları müxtəlif bölgələrdən gətirilən narlar bəzəyir. Satıcılar deyirlər ki, nar dünyaya ixrac baxımından ən əlverişli meyvələrdəndir. Əvvəlki illərə baxanda biraz çox ucuzdur. Həm də ki, hal-hazırda narın mövsümü olduğu üçün narın da həm də çeşidlərindən asılıdır da. Baxırsan ki, elə narlar var ki, hal-hazırda nar demək olar ki, 1 manat, 2 manat, 3 manat, ən belə keyfiyyətli nar 5 manatdır. Gördüyümüz bu narı kalibri, ən böyük kalibrlərdən biridir. Bu narın qiyməti 5 manatdır kilosu. Baxın, bu narın demək olar ki, burada qalovka hissələri var. Baxın, özünüzdən nara baxanda bilin. Bu narın içərisini iri dənəli və şirin olduğunu göstərir. Burası yatıq olanların içərisi güclü olur demək olar ki. Baxın, hal-hazırda nar gəlir, Göyçaydan gəlir. Kürdəmirdən gəlir, Sabirabaddan gəlir. Bunun hardan bilmək olar ki, bu Göyçaydır və Kürdəmirdir. Bunu yeyəndə görürsünüz, bax, əzilsiz bunun tumu olmur. Deməli, tumu az olanda, deməli, bu Göyçaydır. Hal-hazırda narın qiyməti kilosu 4 manatdır, 5 manatdır. Bundan bir 4-5 gün qabağa kilosu 6-7 manat idi. İndi nar getdikcə bollaşır, qiymət də düşür aşağı. Nar insan sağlamlığı üçün də çox faydalı bir meyvə olduğu üçün sahibkarlar elə bunu da nəzərə alaraq bugün bazarlarda canlı olaraq onun şirəsini sıxaraq bu cür satışa çıxarırlar. Nar biraz indi hala tam yetişməyib, tam özünə gəlmir. Oktyabrın axırı lap qəşəng gəlir. Xalq arasında cənnət meyvəsi adlanan nara tələbat da çoxdur. Bəzi alıcılar isə hələ meyvələrin tacı sayılan narı almağa tələsmirlər. Narı 4-5 manat olmalıdır. Yəni, axırıncı səfər almamışam, ona görə almamışam ki, o hələ tam yetişməyib. Yəni, üstünlük verirəm Göyçayın bığır narına. Ən çox qiymət artımı biz narda, heyvada hiss edirik və şaftalıda. Dadına söz yoxdur. Narçılıq Azərbaycanda qədimdən bəri formalaşmış və ölkənin kənd təsərrüfatında mühüm yer tutan sahələrdən biridir. Nar bağları üçün əlverişli iqlim şəraiti və torpaq xüsusiyyətləri ölkədə məhsuldarlığın artırılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır. İqtisadçılar deyirlər ki, son illər narın ixracında stabillik yaşanır. Nar da burada pomidor kimi, alma kimi, xurma kimi, fındıq kimi ilk belə deyək, beşlikləri kənd təsərrüfatı məhsulları ixracında. Əgər 2022-ci ildə il ərzində 31 milyon dollarlıq nar ixrac edilmişdirsə, 2023-cü ildə bu rəqəm 30 milyon dollar olub, 2024-cü ildə isə 29 milyon dollar olub. Təbii ki, o qeyri-neft ixracının artması fonunda nar ixracının stabil, biraz da aşağı olması onun qeyri-neft ixracında payını aşağı salıb. Əvvəllər %12%-dən düşüb 0,19%-ə. Azərbaycan qlobal miqyasda aparıcı nar ixracatçılarından biri kimi tanınır və məhsullarını əsasən MDB, Avropa və Körfəz ölkələrinə tədarük edir. 2024-cü ildə Azərbaycan 14 ölkəyə nar ixrac edib. Gülnar İlqar qızı, Zahir Həşimov, Telesəhər.